gedirsən? Maşın. Biraz sonra gedireyim. Tutu gile. Sabahın xeyir. Dinən qazlar hardadır? Qazlar çağır. Hə, sür. İqruşka deyil. Neyse bassa şey olar. Yox, sən deyil. Çandırmaq güzel. Ha, sürürsən. Signalı var. Duruyorlar zaten üstünde. Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Bugün Qax vloqunun ikinci hissəsini paylaşıram. Məncə ikinci hissə birinci hissədən də maraqlıdır. Burada daimgilə gəlmişdik. Yenə tut ağacından bolluca tut idi. Amma maraqlısı odur ki, tutun üstündə qəribə böcəklər var idi. Vloqun gələcək hissələrində onları sizə çəkmişəm. Daha sonra isə yenidən xalamgilə qayıtdıq. Şirindir. Bax, anasını çağırır. Eloş, şirindir lan. Şirindir, hə? Eloş onları görüb deyir, şirin. Uşaq düşüb cənnətə. Sən hara girmisən? Ev hazırlayıblar burada. Ev, hə. İçine gir. Uşaq vaxtı biz də o qədər belə oyunlar oynayardıq. İndi Elizanı görürəm, öz uşaqlığım yadıma düşür. Bu məhəllədə çox gözəl mənim anılarım var. İndi də qızım Eliza bunları davam edir. Yenidən həmin gün ərzində daimgilə qayıtdıq, tut sirkələdik. Tut istədik ki, belə doyunca dadını alaq. Amma dediyim kimi, belə böcəklər var idi üstündə. Ağaq ilk dəfə də bir şey görürdüm. Ona görə dadı biraz korlanmışdı. Bura ne yazmışsın Cahandar? Muravey. Ne? Sen doldur. Ben işim. Bu da neçə ilin Muraveydi bu? 70. Mən özüm uşaq idim bu olanda. İkidə gidəmi xarab olurdu biz uşaq olanda. İndi fikirləşim mənim 30 yaşım var. Başlasan necə eləyirsən? Benzin yoxlayanda çubuğu salır. Ha bak. Ha buradan çubuğu çıkarım abla. Ha. Ha buradaki kapağı açıram, fırlayayım. Ha. Ha bunu abla temizleyirəm. Oy, əlim batdı. Bakma. Abla. Abla sokuram. Ha. Bilin içi nə qədər qalıb içində? Benzin olur da. Ha bu boyda benzin var içinde. Bu da Cahandarın qənimətləridir. Satacaq deyir bunları. Nə vaxt satacaqsan? Neçəyə alırlar bunları? Bunu da yiyir. Başın deyir. Yedirik balığa. Cahandar tuttunuz ya? Sağ ol seni. Balacadır. Burada çayda balıq tuturlar. Biz burada əvvəl uşaq vaxtı üzürdük. Bakak bizde bakak. Ay Allah bak. Oy. Qaqaşa bax balıq tutub be. Bak balacadır. Şimdi sen de bak. Harada dur. Nədir o Eliza? El çalma, eldeydi. Əldəydi balığa. Yok suya aldı. Bir yox sonra çiməcək onsuz da. Yok. Balıq. Çinay sen de balıqdır nə? Çinə. Puzin baş. Ay puzin baş. Əlinə vurmasın ha. Yazıqdır amma çox balacadır. Bırakacağım da yapamıyorum ki. Hə, sonra buraxacaqsan suya. Yazıqdır, yazıqdır Eloş. Kraliçə gəldi. Görək balıqlar necə tutulur. Vay,
balıklara bak. Eloş. Ay. Tez suya atın, tez. Hoppa. Bak. Ne kadar balık oldu. Eliza şoktadır, 2 dəfə də görür. Nədir ola? Yedin balıq? Yerdədir. Çino, sən də balıq görməmişdin, Eloş. Ay, qız, hara qaldırırsan? Hara qaldırırsan? Qız, bir yerine gətirib, bax. Ay, yeri düşdü. Bax, üzül. 4 dənə oldu. Gedirik indi çim eləməyə. Biz indi Cahandan müəllimin özü düşüb qapı açır. Materdəsi ilə gedirik xala gidə. Hə qızlar? Gedirik. Qızlar. Hazırsınız? Bir xala burada başqa yerə gedir. Ana gəl. Ana, pişikdən çıxan toza bax. Ayağım. Elimi sürdüm üstüme. Ay baba. Qəşəngdir göy yüzü. Bəh. Sabahınız xeyir. Biz durmuşuq saat 7-nin yarısından. Eloş, gəl sənə göstərim nə giyinmirsən. Gəl göstər. Eliza xanım belə giyinib. Anası da belə giyinib. İndi sizə göstərə bilmirəm. Nəysə. Belə giyinmişik. Biz gedirik Şəkiyə. Xalam bugün müəllimə də imtahan verəcək. Biz də ondan gedib gəzəcək orada. Şəki Xan Sarayına falan gedəcək. Balam yağış yağır. Bugün də yağış yağır bəxtimizə. Hava sərin olar inşallah. Amma çox yağış yağsa da necə gəzəcək onu bilmirəm uşaqla özdə. Gəlib çıxdıq Şəkiyə. Eloş da tut yer, hə. Bax, xala sən tut ver. Aç. Bir şey olsun. Eloş tut xoşladı. Kəndi gəlib tut sevdi. Amma təbii ağacından qopandı, hə? Bu nə sifətdir? Yumru qaşqabağı olub bunu görələr. Mən də istəyirəm də. Gördün mü? Dəxtə də. Otur. Aferin. Bağlasın, gözlü qaqaşı bağlasın. Yavaş, getdik sürək. Qarpız. Moruq. Kekiriku. Biz burada bazarlıq eləmişik. Mürəbbə də pişirmək üçün şey almış. Ana verirəm. Sən də ay sağ ol. Çox uçman olur, soğuk olur. Şimdi də gözləyirik digər şeyləri altına salırlar. Gəlsinlər, sonra gedək Xan Sarayına. Vaxtimizdən hava heç yaxşı olmadı, yağış çox yağdı, ona görə də heç maşından çöldə çıxa bilmədik. Xalamı gözlədik, daha sonra isə fikirləşdik ki, gələk öz rayonumuza qalxaq. Orada bir qəşəng yer var, oturaq orada qəşəngcə yeməyimizi yeyək, daha sonra evə qayıdaq. Həm də imtahan verən xalamın ad günüdür, fikirləşdik ki, burada qeyd etmiş onları. Bura Qafqaz restoranıdır və yeməklər çox dadlıdır. Burada bir adı yadından çıxıb ciyərli bir şey var idi, üzəri pili idi, çox dadlı idi. Getsəz onun mütləq dadına baxın. Sübut olaraq çəkim ki, hamı böyüklər telefonla oynayır. Uşaqlar da belə özləri üçün oynayır. Bunlar bu yekələr telefonla oynayır. Ha. İndicə qoydun, çəkmişəm. Görürsən, Eloş? Telefonla oynayır valla mən də. Yalan demə. Yalan demə. Mən nədə bəyəm? Sən dinə ki, qoyun yerə söhbət eləyək. Mən demək istəyirəm. Ay səni. Bu imtahandan çıxdı, ona görə buna olar. Burada Qax Store-a gəlmişik. Burada ikinci mərtəbəsində belə qab-qacaq zat da satırlar. Və çox qəşəng çeşidlər var burada. Bizim sizə də bəlkə maraqlı olar, çəkim.
Qaynamayıb bax. Qəşəngdir bunlar. Hə? Bu baksır ümumiyyətlə qiymətcə deyəsən uyğun mağazada. Ay qızım qırmızı ala bir dənə alas şeyimiz artıq olmasın. Sən nə istəyirsən? Bunu sən neyinirsən? Ne arayacaksan? Neyinəcəksən onu? Ne arayacaksan? Bunu. Ha bu ne? Çox güman bunlar sədrəydə də var, amma qiymətlərini bilmirəm. Bu çox qəşəngdir, bəyəndim. Səriş xala, onlarda yemişdim. Bu orijinal neydi? Malina. Bunun iyini buradan sizə keçirə bilmirəm. O qədər qəşəng iyi var ki, dadı da superdir. Neçə aldınız ana? 4 manat. Çoğusu 4 manat alıb. Bakıda neçə idi? 6 manat? Daha baha. İndi bundan qəşəng bir dənə mürəbbə. Bir də ana gilas alıb. Bu öküz ürəyidir. İndi bilmirəm, elə burada çox yekə görsənmir, amma həyatda həqiqətən böyüdür. Bir də ağ gilas almışıq. Bunlardan qəşəng xala ilə ana mürəbbə bişirəcək. Bişirəcəksə. Eliza nənəsinə kömək eləyir, amma bilinmir necə kömək eləyir. Hamısını içini çıxardıb, şirəsini öz ayağına sıxıb, bir dənə nənəsinin ayağına sıxıb. O xalanın tortudur. Aha, parmağını da yalayır elə. Zannini beğenmeyip biraz ağırdım. Sen bilirim onu. Yavaş yavaş. Gecə saat 12-dir. Mürəbbə doldururum. Bacı, baba diyorsan. O iki söyleyir, fışıldayır da. Onda daha geçen olur ha. Buna bana tane geçen olur. Onun en güzelliği o şişmeyindedir. Bak ne kadar sulu. Bak. Elif düşüb hinduşkaların arxasıca. Kızım gel şeye basmışsan, ipine basmışsan. Geç oradan. Hayatım. Geç ince kalın ipine basmışsan. Gidebilmir. Şu kimdi orada? He? Sizin. Şirindi. Sizin. Gel kızım gel. Onda biz keçe içeri, qorxursa. Çık sen görün hara. Getme, koy. Gözde, o birisi geçsin. De buradan çıktılar, Eloş, çıktılar. Karşınızda makara. Dadadadam. Sarı köklüdür, yoksa? Bu yağlıdır. Yox. Hazırlardan götürün. Yox, onun üçün demirəm, ümumiyyətlə soruşuram. Geç oraya, geç. Eliza kəndə düşüb, ayaq yalın gəzir, torpaqla iç-içə. Birinci öyrəşə bilmirdi, barmaq ucunda gəzirdi, indi yavaş-yavaş öyrəşir. Qonşu çıx qapıya. Dur qızım. Ne güzel. Harda yiyeyim bunu? Bu laf vardı burada. Yox deyəsən Aysun. Yine gəlib qovmağa cücələrin qənimi. Elif neyinədir bacı? Xala. Nədir o Eloş? Ördək yumurtası belə böyük olur ha. Yumurta deyiblər mi? 2 tane de bende var. Sen cümleten 6 tane yumurtamız oldu. Şöyle.
Ne bak gelse ha bunu nasıl? Güneşine atandı. Yaşını özünüze götürmüşsün, gözlerler diyor. Kesin Elaycı bunun adı nedir bunun? Şamalar. Aferin. Onun adı nedir? Bak orada ne pişirir dayı? Şamalar. Kebabdı o. Kebab dinen? Kebap pişirir. Böyle üstten boğulduk. Aa, günlük iş yolu böyle hoş. Kahya baxın ne gözəldir, belə uzun su. Ağaca oxşuyur. Həmin günün axşamı da dayımgilə qonaq gəldik. Onlar Qaxda yaşayır, rayonun özündə. Qəşəng bir kabab çəkdilər və samavar qonaqlığı verdilər. Çox əla idi, hər şey, yeməklər, hamısı super idi. Günümüz çox qəşəng keçdi. Burada da bu meyvəni sizə göstərirəm. Bu muşmuladı, səhv etmirəmsə adı və yapon əzgili ya da yapon alması deyirlər. Çox dadlıdır. Mənim ən sevdiyim meyvədir, amma hər yerdə tapılmır deyə burada bolluca yedim. Nə gətirib nənə? Eloş, sənin ən sevdiyi gətirib. Yavaş bak. Qarğıdalı. Közde bir şey. Közdə bişən qarğıdalı. Bəh. Bu nədir xolo? Boş soysun. Aa, 3 dəfə görürəm belə şey. Bu mənim ən sevdiyim. Bunu da yeyəndən sonra ən sevdiyim olan. Bu da mənim ən sevdiyimdir. Qarğıdalı özdə şeydə, manqalda. Bəh. Eləcə də keyfə düşüb burada. Bayaq o sizə videoda göstərdiyim lobyalı çox dadlı idi. Mən 2 dəfə də onu yeyirdim. Sən demə burada Qaxda məşhur imiş, amma mən bilmirdim. Çox dadlı idi. Onu özüm də yoxlayacağam. Yaxşı ol ha. Eloş, tutdum səni. Tort oğrusu. Neynisən sən? Hə? Oğrayırsan tortu? Ağış, qaçıb gizlənmə. İndi tortlarımızı dilimə çaşıb tortumuzu kəsəcəyik. Gəlin bacı Napolyon tortu hazırlayıb, evdə hazırlanan Napolyon tortu dadına baxaq. Məncə indidən süperdir. Yeməklər çox dadlı idi çünki. Tort kəsmək məsələsi mənə tapşırıldı. Mən də çox istedadlıyam. Gördüyünüz kimi necə gəldi doğradım. Hamıya bir pay verdim. Düzdür, Napolyon da çox ovulan tortuydu. Nəysə, daha sonra çay süzməyə başladım. Samavar çayının yeri başqadır da. Bir dənə həyət evində qalanlara ona görə həsədlə baxıram ki, onlar qəşəng otururlar, çay dəmləyirlər, samavar çayı içirlər. Mən də istəyirəm öz balkonuma bir dənə balaca samavar alım. Bilmirəm nə deyirsiniz, balkonda etmək olar yoxsa yox. Bu arada bizim üstümüzdə qonşu yoxdur, məncə etmək olar. Elə qəşəngcə oturmuşduq, şipşirin söhbət eləməyə başlamışdıq ki, şap-şap yağış yağdı. Tut ucundan göyə qalx, yəni həqiqətən belə yağış yox idi çoxdandır. İldırım da heç dayanmadan çaxırdı. Birdən-birə işıqlar söndü. Hamımız oturduq bir süfrənin başına. Köhnə vaxtlardakı kimi şirin-şirin söhbət elədik. Layza da ilk dəfə belə şam görürdü. Üfürdü, əlini yandırdı və biz də qəşəngcə söhbətimizi etdik. Bu anlar məni öz uşaqlığıma qaytardı. Çoxdandır belə bir şey yaşamırdım. Əvvəllər kənddə bir dənə külək əsən kimi, yağış yağan kimi o dəqiqə işıqları söndürürdülər və bu anlar mənə onu xatırlatdı. Elazığın pampesi qutarmışdı. Gəldim marketdən onu almağa. Bir də Bakıda bu qırası tapmaq olmurdu. Buradan bir dənə də onu götürürəm. Gedirik. Evə yağış dəhşət yağır. Tez üzümüzü evə çatdırıq. Həm də Elazığın yuxu vaxtıdır. Var. Yox idi. Gedirik evə. Allah. Elazığın ən çox darıxacağı şey herhalde bu motosiklet olacaq. Gündə gəlib deyir ki, xalama, Natuş, xodda deyir. Dilən Elazığ. Dilən Natuş, xodda. Natus. Hoda. Gəlşin xod deyəcək indi. Elazığ bunda hər gün səyahət eləyir. Harasa gedəndə, xalalara gedəndə. Ona görə xoşuna gəlib. Sabahınız xeyir. Biz yuxudan durmuşuq. İndi gedirik xalamgilə. Xalam bizə bugün xaşıl pişirəcək. Mənim ən sevdiyim yeməklərdən biri də xaşıldır. Ola bilər regiondan asıdır. Hərə bir cür adlandırır. Sadə bir şeydir, amma xoşuma gəlir. Həm də biz artıq bugün yola düşürük, Bakıya qaydırıq. Bura üçün həm darıxacam. Ay qızım, həm də darıxmayacağım. Göstərərəm sizin üçün niyə. Sənin paltarların təzə giyinilib, əlin də təmiz. Niyə batırırsan özünü? Cücələrin içdiyi sudan oynayır. Əllərin bax, batdı. Nənəni çağır, yusun. Hə, onu deyirdim axı, niyə darıxacam, niyə darıxmayacam. Darıxmayacam çünki burnumun getmir. Görürsünüz, danışanda da səsim fərqli gəlir.
yəni çox tutulu olur, nəfəs ala bilmirəm, allergik oluram burada. Amma darıxacam mühit üçün, xalalarım üçün. Eliza burada yaxşı oynayırdı. Toyuq cücə ilə oynayır, başı qatışır balamın. İndi Bakıda hamı üçün darıxacaq. Ana gəlirəm. Orada boylanmağına var. Anamın neyi? Qaydası. Üstünə jos yağ. Dede babası ayağı oturmuşuz. Denine. Neyin üstünde oturdun? Baxma ana. O oturmaq üçündür. Yok telefon koymak için de aynen kızıma. Bak yine otur. Gel de ne yapmış verim gel. Gel Çəkirəm. Yemiyoruz buna Zeynep. Bu nənə həmişə qəşəng pişirirdi. İndi də estafet xaladadır. Hadi. Ver də qızıma. Yazmışam nənə deyə qaldı. Evden. Sən qorxudursan axı onları. Oy. Eloş düşüb cənnətə. Kimin kızısan? Atanın. Ay kız kimin kızısan? Atanın. Almadan da oxu. Ay Ama. kız kimin kızısan? Ama Lola. Qırmızı sən. Ama Lola. Anan sənin də. Ama Lola. Aferin sənə. Ay, Anan senin besin. maşallah balama. Yok tuttu. Yok tuttu. Yok tuttu. Ezip duracağım. Niye çıkarmaya? İnduşka. Bismillahirrahmanirrahim. Ha? Aslında bir hasbunallah tamam. Hasbunallah. Azal axırlanacam belə dayanacam. Amin. Necə keçəcəksən xala? Vay. Hava aldı, buradan yaxşı keçdik. Deyirəm boş şeydi olacağı hiç olmalı. Allah. Şimdi o nereden? Acaba. Dağlar. Baxın dağlara necə gözəldir. Dağın başı hələ qarlıdır, o da buludlardır. Buludların arxasında gizlənir. Biraz da yaxınlaşdırım sizi. Hani dağlar? Nə gözəl görsənir. Acaba. Hara uçdu kəpənəklər? O yana getdi. Xala, dua elə it o yana getdi.
Aa, bu tərəfə gəlib çıxmışıq. Hə. Qorxma deyin. Qorxma qızım. İsabakaydı, hava belədi. İsabakaydı, karışırdı adamı. Anasına dikişlə yaraşdı. Bak sen korkmadın hatırla. Bura gəl baxım sənin gözlərinə. Dana. Ay Dana. Nədir bu? Danay Dana bu? Nə deyil bu, moda. Gözlərinə baxın, nə qəribədir. Gözləri göyrəkdədir heyvanın. Uy, İnuş yaxınımıza gəldi. Sen bir gidin mi de benim işim olacak?